Hə, yeri gəlmişkən dostlar, mən düzünü deyim ki, inanın, deməli mən TikTokda bir neçə bu son 3-4 gün ərzində paylaşdığım videoların əksəriyyətində altında yazmışam ki, dostlar, zəhmət olmasa nəsə yazın. Mən də deyəsən mənim səhifəm spama düşür. Ona görə ki, təsəvvür edeyim. Adicə mən o şəhidlərlə bağlı paylaşdığım videolarda təsəvvür edin yerimir. Baxın, 34.400 adamdan deyək ki, abunəçidən gəlib düşüb 34.100-ə. Hər gün baxıram ki, azalır. İləri getməyə əvəzinə azalır və bir nəfərdən soruşdum, sonunda dedi ki, bəs şeydir, yəqin spama düşüb. Çoxlu şəhər yazmaq lazımdır. Şəhidlərin də altından yazdım ki, dostlar, zəhmət olmasa bir Allah rəhmət eləsin və yaxud da bir amin yazın. Yəni bu şey spamdan çıxsın. Yəni və mən orada da çox belə fikirlər paylaşmışam. Yəni bu hakimiyyətin getməsi ilə bağlı. Amma inanın mənə, mən hər gün baxıram, deməli hardasa bir 20-yə yaxın videonu paylaşanda altından yazmışam. Onunla bağlı bir cümlə də yoxdur. Bir nöqtə də yoxdur. Sanki qəsdən paylaşmırlar, bilmirəm niyə. Nəysə.